xoş gördük. Keyfiyyəti 2 mərtəbəli həcə vaxtaranlar üçün bax belə bir təklif var. Kendine əvvəlcədən həyətin, evin giriş qapısını göstərək. Bu gördüğünüz qapı evin əsas giriş qapısıdır həyətə. Evin fon üzərində bir daha göstərib keçirik iç təqdimata. Köçürülük Qoşadaşlı inşa olunub. Yerləşmə ilə Xırdalan şəhəri 2-ci Milyonçular məhəlləsində yerləşir. Birinci mərtəbədə dəhliz istif oldu. Dəhliz, qonaq otağı, mətbəx. Bir də sancil istif oldu. Ümumi götürdükcə çox keyfiyyətlə təmin olunur. Yüksək keyfiyyətli materiallardan da tikilişində istifadə olunur. Burası isə evin qonaq otağıdır. Həm də 2-ci mərtəbəyə qalxan hissə 40 sm yuxarıda pəncərələrdir. Əslində mətbəxi də ayrılır. Bax bu şüşə ilə gördüyünüz mətbəxdən də çölə çıxışı var. Çox əla proyektdir. Ən əsası da bu evdə xoşumuza gələn evin pəncərələri oldu. Bu istiqamətdən fırlanıb evin düz qarşısına çıxmaq olar. Gəlin göstərək. Belə, birinci mərtəbədə bir qonaq otağı, yataq otağı, mətbəx. Bir də sanuzel və dəhliz. İkinci mərtəbədə isə indi çıxaq göstərək ikinci mərtəbədə nələr var. Otaq kimi götürsə 2 otaqda birinci mərtəbədə. Bir də onu da qeyd edim ki, belə evləri almağa gələrkən yəni özünü baş bilən kimi aparıb başı heç nədən çıxmayan adamlar da gəlmir. İşin mütəxəssisi ilə gəlirsinizsə gəlin. Gəlmirsinizsə, bizə güvənirsinizsə yenə o barədə sizə təşəkkürlər. Girişdə belə bir qonaq otağı. İkinci mərtəbədə dəhlizi qalxandan sonra. Burada ikinci otaq. Ümumi götürdükdə artıq 4 otaq oldu, düzdürmü? Həyəti də öz pəncərəsi həyətinə baxır. Bura sanuzelidir. Əslində sanuzeli kifayət qədər genişdir. Düzdür, istifadə olunmur, aksesuara təchiz olunmuyor. Kupçalıdır, alırsız birbaşa da qeydiyyata düşürsünüz. 245 min manat, 3 otaqda yuxarıda, 2 otaq aşağıda, 5 otaqdan ibarətdir. Monolit betondur, yüksək keyfiyyətli tikiliş. Bu evdə maraqlanmaq istəyənlər bizimlə ailə saxlasın, gəlib baxarsınız, yəqin ki, qiymətində az da olsa indirim olacaq. Təşəkkürlər.